Xoş gördük yoldaşlar, hər birinizi salamlayırıq Aristotel Fəlsəfə Klubunda. Əvvəlcə yeni iştirakçılar üçün klubumuz haqqında məlumat verim. Aristotel Fəlsəfə Klubunu biz universitet çərçivəsində yaratmışıq və hətta burada o klubda belə deyək, iştirak eləmiş şəxslər də var, yəni yaradılış prosesində, amma müxtəlif universitetlərin içərisində mövcud olduqdan sonra qarşılaşdığımız maneələr, belə deyək, fikir azadlığının boğulması ilə birlikdə biz bu klubu universitet auditoriyasından çıxardıq və müstəqil bir kluba çevirdik və belə deyək, bu klubun əsas məqsədi də məhz elə universitet auditoriyalarında danışılması məhdudlaşdırılan və yaxud da ki, danışılması məqsədə uyğun hesab edilməyən biliklərin rahat şəkildə heç bir maneə olmadan müzakirə predmetinə çevrilməsidir. Yəni bir növ bu alternativ təhsil platformasıdır və biz burada ən müxtəlif mövzularda, yəni adı fəlsəfə klubu olsa da biz fəlsəfə ilə məhdudlaşmırıq. Biz burada həm fəlsəfədən, həm ədəbiyyatdan, həm incəsənətdən, həm iqtisadiyyatdan və əsasən digər sosial elmlərdən, amma ehtiyac duyulduğu zaman dəqiq elmlərdən də danışırıq və dediyim kimi elmlə yox, incəsənətlə də öz əhatə dairəmizi genişləndiririk. Hətta bu mövsüm bizdə müxtəlif film nümayişləri, kitab müzakirələri də olacaq. Bunu da diqqətinizə çatdırım və eyni zamanda bizi izləyən yoldaşlar üçün də bu məlumatı bildirək. Və bu gün həmçinin iş elə gətirib ki, 5 oktyabrda müəllimlər günüdür. Yəni bizim klubun yaradılması bir müəllimlik ənənəsi ilə bağlıdır. Çünki bayaq dediyim kimi universitetlə və yaxud da ki, digər akademik çevrədə fəaliyyət göstərən müəllimin nə danışacağını onun tədris elədiyi proqram müəyyənləşdirir və o bu proqramdan kənara çıxdıqda problemlərlə üzləşir. Həm özü üçün, həm tələbələr üçün problemlər yaranır və bu baxımdan da təbii ki, müəllim, ümumiyyətlə müəllimlik anlayışı məhz insanın potensialını ortaya çıxara bilən, onu düşünməyə yönəldən, onun azad düşüncəsini inkişaf elətdirən bir şəxsdir. Əksinə ona diktə eləyən, ona bunu əzbərləməlisən, bunu ifadə edə bilməlisən deyən bir şəxs deyil və bu baxımdan da yəni Aristotel Fəlsəfə Klubu azad müəllimlik ənənəsi ilə bağlıdır və burada belə deyək, bu müəllimlik ənənəsi ilə məşğul olan və yaxud da gələcəkdə müəllimliklə məşğul olmaq istəyən hər kəsi də öyrətmək istəyən, öyrənmək istəyən hər kəsi bu baxımdan təbrik edirik və məhz elə bu gün seçdiyimiz mövzu, yəni bizim Aristotel Fəlsəfə Klubunun yeni mövsümdə ilk mövzusudur və ilk mövzunun bu cür seçilməsi, yəni ilk başlanğıcla əlaqəli seçilməsi ilə, yəni başlanğıcda, startda olduğumuza görədir və mövzumuzun başlanğıcında belə bir həm poetik, həm də bir fəlsəfi göndərişlə başlayacağıq. Bəlkə də müqəddəs kitabları oxuduğunuz zaman və yaxud dinlə maraqlanmağa başlayan zaman bu fikri görmüsünüz. Ən əvvəldə bir sükut var idi, ən əvvəldə səssizlik var idi. Bu, insanlıq tarixinin ən qədim yalanı hesab oluna bilər və bugünkü mühazirəmizdə, təlimimizdə biz məhz bu fikrin nəyə görə yalan olmasını bir növ müəyyənləşdirməyə, aşkara çıxarmağa çalışacağıq və göstərəcəyik ki, nəyə görə əslində başlanğıc ideyasının özü fəlsəfə tarixinin deyil, ümumiyyətlə fəlsəfənin əsas sualıdır və nəyə görə müxtəlif dövrlərdə filosoflar əvvəlcə məhz bu suala cavab verməyə çalışıblar. Əslində və eyni zamanda da görəcəyik ki, nəyə görə hər bir insan fərqi yoxdur. Filosofdur, riyaziyyatçıdır, fizikdir, ədəbiyyatçıdır, bunun fərqi yoxdur. Nəyə görə hər bir insan özü üçün bu suala cavab verməlidir ki, hər şey nədən başlayıb və niyə bu sual mən kiməm sualının açar sualıdır. Əgər bu suala cavab verməsək, mən kiməm sualına da cavab verə bilməyəcəyik. Və elə buradan çıxış edərək başlayaq ki, ilk dəfə insan ilə bağlı və insanın nədən yaranması ilə bağlı suallar şərq fikrində verilməyə başlayıb. Bu təəccüblü deyil, çünki şərq mədəniyyəti əslində tarixən qərbdən daha qədimdir və bu baxımdan da düzdür. Avropa mərkəzçi kitablarda, araşdırmalarda biz açıq şəkildə görürük ki, mədəniyyətin beşiyi bir mənalı olaraq qərb adlandırılır, amma qərbdə yaranan mədəniyyətin kökləri hardandır? Yəni səbəb-nəticə əlaqəsinə baxsaq görəcəyik ki, belə deyək, qərb sivilizasiyasının kökləri də öz növbəsində şərqdən götürülmüş biliklərin təbii ki, genişləndirilməsi, inkişaf etdirilməsidir, kör-körənə onların təkrarlanması deyil. Qədim şərqdə ilk dəfə maraqlı fikirlərlə biz Hindistanda rastlaşırıq. Hindistanda Upanishad mətnləri adlı xüsusi kitabələr var və onların içərisində belə bir fikrə rast gəlirik ki, əvvəldə bir atman var idi və o atman dünyanı öz fikrindən yaratdı və o özünü dərk eləməyə çalışdı. Yəni Hindistan fəlsəfəsində Allah tanrı ideyası mövcud deyil. Yəqin bilirsiniz, Hind dinləri çox tanrılıdır əsasən və bu atman anlayışı əslində bir mənəvi başlanğıcdır və deyir ki, mənəvi başlanğıc dünyanı fikirləşdi əvvəlcə və sonra o fikri dünyaya çevirdi və o dünyanı
ona görə yaratdı ki, dünya vasitəsilə özünü başa düşsün. Bu əslində əsrlər boyunca müxtəlif filosofların əsərlərində fərqli-fərqli formalarda təzahür olunan, fərqli-fərqli formalarda gördüyümüz bir fikirdir və əslində ənənəvi dinlərdə də məhz bu motiv başlıca rol oynayır. Yəni insan ona görə var ki, o yaradanı dərk eləsin və bunun vasitəsilə də yaradan özünü dərk etmiş olsun. Və bu fikir Hind fəlsəfəsinin əsasını təşkil edir, amma daha sonralar bu fikri dəyişdirdilər, inkişaf elətdirdilər və Hind fəlsəfəsinin ən inkişaf eləmiş və yaxud da fəlsəfə deməyək buna, Hind fikrinin ən inkişaf eləmiş variantı Buddizm ortaya çıxdı. Təxminən 2000 il sonra eramızdan əvvəl 1-ci minilliyin ortalarında, yəni təxminən 500-cü illərdə və Buddizmin əsasında belə bir fikir dayanır ki, dünyanın heç bir fikir başlanğıcı yoxdur. Əsas sual budur ki, biz necə yaşamalıyıq? Biz nədən yaranmışıq yox, biz kimi sualına cavab verməliyik və burada əlbəttə Buddizm fəlsəfə tarixində, fikir tarixində ilk dəfə materialist mövqe qoydu. Yəni başlanğıcı bir fikir olaraq inkar elədi. Dedi ki, bizi hansısa fikir yaratmayıb. Amma buna baxmayaraq biz yaşamalıyıq. Yəni bizi fikir heç nə yaratmasa da biz yaşamalıyıq. Və o bizim necə yaşamamıza təsir göstərmir. Və biz necə yaşamalıyıq sualına Buddizm verdiyi cavab təbii ki, idealist cavabdır. Ona görə Buddizmi tamamilə materialist bir təlim, din və yaxud da ki, düşüncə tərzi saymaq doğru deyil. Və bundan sonra Çində maraqlı ideyaları var. Çində də tanrı anlayışı yoxdur bizim başa düşdüyümüz mənada. Bəs Çində nə var? Çində səma anlayışı var. Məsələn, Daosizm təlimi var, bəlkə adını eşitmişsiniz bir çoxunuz. Onun banisi Lao Tzu səma haqqında yazırdı və deyirdi ki, bir səma yolu var və o yol, belə deyək, bizim nə edəcəyimizi, hara gedəcəyimizi bir növ müəyyənləşdirir və biz o yolu tapsaq, o yola tabe olsaq, o zaman xoşbəxt olacaq. Təbii ki, orada başqa ideyalar da var, amma yəni mahiyyət etibarilə Çin fəlsəfəsində tanrı anlayışı öz yerini səmaya verir. Daha doğrusu tanrı anlayışı hələ yoxdur desək daha doğru olar. Maraqlısı bundan ibarətdir ki, elə tanrı demişkən ənənəvi dinlərə gəlsək, təbii olaraq İslam fəlsəfəsi adlandırdığımız anlayış, hansı ki, orta əsrləri 7-ci əsrdən sonraki dövrə əhatə edir və baxmayaraq ki, 7-ci əsrdən təxminən 13-14-cü əsrlərə qədər davam edib bu dövr, amma buna rəğmən çox maraqlı ideyalar var ərəb müsəlman fəlsəfəsində və mənim fikrim bundan ibarətdir ki, bu fəlsəfənin görkəmli nümayəndəsi İbn Rüşdür. Ərəb müsəlman mədəniyyətinin tərkib hissəsidir və İslam dini ilə Yunan fəlsəfəsini birləşdirib sintez eləməyə çalışan şəxslərdən biridir. Peripatetik filosofdur və onun başlıca fikri bundan ibarətdir ki, fəlsəfənin və dinin həqiqəti bir-birindən fərqlənir. Dinin predmeti Tanrıdır, Allahdır və biz ona inanırıq. Amma eyni zamanda fəlsəfə isə dünyanı dərk eləməyə çalışır, öyrənməyə çalışır. Yəni İslam filosofu adlandırılmasına baxmayaraq əslində İslam dini ilə uyğun olmayan bir fikir irəli sürür və bu fikir hətta bir müddət qərb şəhər dövlətlərinə gəlib çatdıqda, hətta Vatikan tərəfindən gizlədilməyə çalışır, amma sonrakı əsrlərdə məşhurlaşdırılır. Hətta Averroes adı ilə İbn Rüşd, belə deyək, latın dilli dünyada məşhurlaşır və indi qayıdaq qərbə, çünki əslində şərqdə maraqlı yanaşmalar olub, var və olacaqlar böyük ehtimalla, amma həqiqi elmin vətəni təbii olaraq, yəni fikirlər yaranıb şərqdə, amma elmin vətəni və həqiqətən də hər şeyin nədən başlanması haqqında əsaslandırılmış tamamilə rasional fikirlərin vətəni qərbdir. Daha dəqiq ifadə etsək, Yunanistandır. Və Yunanistanda, belə deyək, bunun yaranmasının çoxsu ayrı səbəbləri var. Bu həm Yunanistanın regional yeri ilə bağlıdır, yəni harada yerləşməsi ilə, digər tərəfdən Yunanistanın iqtisadi-ictimai quruluşu ilə bağlıdır, başqa bir tərəfdən Yunan mifologiyası ilə bağlıdır. Amma bütün bu çoxşaxəli proseslər yekunda Fales adlı bir şəxsin təbiət hadisələrini ilk dəfə rasional şəkildə izah eləməsi ilə başladı. Fales ilk dəfə dedi ki, ildırımın çaxmasının, yağışın yağmasının, günəşin tutulmasının səbəbləri tanrıların iradəsi deyil. Bu təbiətdə baş verən hadisələrdən qaynaqlanır. İlk dəfə səmavi qüvvələrin rolunu sual altına aldı. Və təəccüblü deyil ki, Falesi Avropanın ilk filosofu sayılır. Niyə? Çünki ilk dəfə məhz o qəlibləşmiş, çərçivələnmiş fikri tənqid etdi. İlk dəfə o sual verdi ki, nəyə görə təbiət hadisələri ilə hansısa məsələləri izah edə bilərkən biz bunu tanrıların rolu ilə, Zevsin, Poseidonun, Aidin və digər Yunan mifologiyasındakı ilahların rolu ilə izah edirik.
Və əslində Yunan fəlsəfəsində belə deyək, çox qatlı ateizmə bənzəyən fikirlər var və bunların içərisində bir neçəsinə nəzər salaq. Məsələn, Falesin tələbəsi Anaksimander deyirdi ki, hər şey sonsuz bir başlanğıcdan, Aperondan yaranıb. Digər tərəfdən Anaksimanderin tələbəsi Anaksimen deyirdi ki, hər şey havadan yaranıb. Heraklit deyirdi ki, hər şey alovdan yaranıb. Fərqli filosoflar fərqli maddələri rəhbər tuturdular və ilk başlanğıcı maddə ilə izah eləməyə çalışırdılar. Və maraqlı fikir bundan ibarətdir ki, əslində bu yanaşmalar ateizmə bənzəsə də heç biri belə deyək, təbiətin necə mövcud olduğunu bizə göstərə bilmirdi. Və ilk dəfə başqa bir Yunan filosofu Heraklit adlı şəxs sual etdi ki, dünya necə mövcud olur? Yəni necə olur ki, dünya ayaqda qalır? Və belə bir qənaətə gəldi ki, dünyada hər şey inkişafdadır. Hər şey əbədi şəkildə inkişaf edir, heç bir sükunət vəziyyəti yoxdur. Və bu fikri izah etmək üçün onun çox maraqlı bir nümunəsi var. Bir çaya 2 dəfə daxil olmaq mümkün deyil. Bəlkə də eşitmisiniz bu fikri. Gəlin bu fikri bir qədər müzakirə edək. Sizcə bu fikir nə deməkdir? Bir çaya 2 dəfə daxil olmaq mümkün deyil. Kimin təsəvvürləri var bu barədə? Heç kimin fikri yoxdur. Bir çaya 2 dəfə daxil olmaq mümkün deyil. Dərsdə də bu məsələ haqqında danışmışıq. Bu mahiyyət buradakı çay axır gedir və o hər dəfə təzələndiyinə görə ikinci dəfə ayaq saxladığımız su əvvəl axan suyun gücünü axıb gedir artıq orada elində qədər onun içinə axmaq mümkün deyil. Bəli. Bir tərəfi budur bu fikrin. İkinci tərəfi bundan ibarətdir ki, əslində yəni bir də Yusifin dediklərini genişləndirək. Yəni biz bir çaya daxil olduq. Məsələn, Kür çayına daxil olduq. Kür çayının içindəki su axıb gedir. Biz çayın kənarına çıxıb yenidən daxil olanda bizim ayaq basdığımız su artıq əvvəlki su olmayacaq. Çünki əvvəlki su axıb getmiş olacaq. Və burada bir tərəfdən belə deyək, çayın içindəki su axıb getsə də, amma Kür çayının yatağı yerində qalır. Digər tərəfdən isə, yəni bizim özümüz artıq əvvəlki insan olmuruq. Biz ikinci dəfə çaya nəyə görə daxil olmaq istəyirik? Çünki ya istidə çayın içinə daxil olduq, sərinlədik, yenidən bu hissi yaşamaq istəyirik. Yəni artıq biz o təcrübəni yaşamışıq. Yəni biz dəyişmişik. Və yaxud da ki, ola bilsin hansısa başqa bir səbəblərimiz var, bu dəfə şəkil çəkdirmək istəyirik çayın içində və yaxud da ki, fərqli formada əylənmək istəyirik və ya balıq tutmaq istəyirik və s. Yəni bizim özümüz də dəyişirik, ətrafımızdakı dünya da dəyişir. Hər şey əbədi dəyişiklik formasındadır və Heraklit bunu izah etməyə çalışdı. Yəni izah elədi ki, bəli, dünyanın əsasında nəyin durması vacibdir, ilk başlanğıcın nə olması vacibdir. Çünki ilk başlanğıcın nə olması əslində müəyyən edir ki, mövcud olan hər şey necə olacaq. Təsadüfi şəkildə, xaotik şəkildə, nizamsız şəkildə mövcud olacaq, yoxsa müəyyən bir qanuna mütabiq olacaq. Bu vacibdir. Amma dünyanın necə var olması sualı da bu sualla qarşılıqlı əlaqədədir. Məsələn, izah edeyim bunu. Əgər dünyanı müəyyən bir ilahi qüvvə yaradıbsa, onun müəyyənləşdirdiyi qanunlar əsasında dünya var olacaq. Yox, dünyanı hansısa başqa bir maddə, hansısa bir qüvvə yaradıbsa, məsələn, Heraklit deyirdi ki, hər şey alovdan yaranıb, amma alovu o bizim başa düşdüyümüz alov kimi nəzərdə tutmurdu. Yəni bir növ bənzətmə kimi nəzərdən keçirdi və əlavə edirdi ki, bu əbədi inkişaf müəyyən qanunlara tabe olur, xaotik şəkildə baş vermir. Və ona görə də əgər dünyanı nə yaradıbsa, dünyadakı hər şey onun qanunlarına əsasən inkişaf edir. Belə bir fikir sürürdü. Və Heraklitdən sonra başqa bir vacib filosof Demokritdir. Demokrit atomistdir. Yəni ilk dəfə fəlsəfə tarixində bütün tanrıları inkar edir. Deyir ki, təbiətin əsasında heç bir tanrı, heç bir fövqəltəbii başlanğıc yoxdur. Ola da bilməz. Nəyə görə ola bilməz? Çünki hər şey atomlardan ibarətdir. Atom Yunan dilində bölünməz zərrəcik deməkdir. Yəni atomun içində tanrı ola bilməz, o bölünməzdir. Atomun kənarında da heç nə yoxdur deyə, yəni dünyada hər yerdə sadəcə atomlar var, boşluq yeri yoxdur. Ona görə hardasa başqa bir yerdə də tanrılar ola bilməz. Və beləliklə də, yəni hər yerdə sadəcə maddənin, havada, bizdə, ətrafımızda olan hər şey maddədən ibarətdir, atomdan ibarətdir. Və beləliklə də ilk dəfə fəlsəfə tarixində tamamilə materialist bir mövqe irəli sürüldü.
Fəlsəfə tarixində ümumiyyətlə insanlıq tarixində sadəcə əvvəl bütün biliklər fəlsəfənin içində birləşmiş deyə mən fəlsəfə sözündən istifadə edirəm və beləliklə də bundan sonra artıq tamamilə yeni bir istiqamətin əsası qoyuldu. Bu o demək demir ki, bundan sonra heç bir din yaranmadı, heç bir dindar filosof olmadı, yox. Məsələn, Demokritdən cəmi bir neçə əsr sonra antik dövrün ən böyük filosofu Aristotel belə bir qənaətə gəldi ki, dünyanın bir yaradıcısı var. Bu yaradıcı tanrı deyil, bu yaradıcı belə deyək, başqa bir fövqəladə təbii başlanğıc deyil, amma Aristotel dedi ki, hər şey ilk mühərrikdən yaranıb. Hər şeyin ilk səbəbi var. Səbəbsiz şəkildə dünya var ola bilməz. Yəni hər şey səbəb-nəticə əlaqəsi ilə bağlıdır. Bu fikri irəli sürdü və əslində Aristotelin bu fikri gələcəkdə həm dinlərin, həm də deizmin inkişafına səbəb oldu. Birazdan deizm haqqında da ayrıca danışacağıq. Və antik fəlsəfənin əsas fikri bu idi. Dünyanın bir səbəbi var və dünyanı yaradan bu səbəb hər şeyin necə baş verəcəyinin, nəticəsinin nə olacağını müəyyənləşdirir. Eyni zamanda dünyada da hər şey səbəb-nəticə əlaqəsi ilə mövcud olur. Yəni necə ki, İslam dini, Xristian dini və digər səmavi dinlər, əsas dinlər belə bir fikir irəli sürürlər. Və maraqlıdır ki, orta əsrlərdə Avropa ümumiyyətlə tamamilə dinə tabe oldu. Xristian dini, katolisizm Avropanı belə deyək, tamamilə öz əsarətinə aldı və Vatikan kilsəsinin müəyyənləşdirdiyi qərarlar, qəbul etdiyi hökmlər bütün Avropanın mənəvi həyatının əsasını təşkil edir. Yəni artıq Avropada azad fikir və fəlsəfə ilə məşğul olmaq olmazdı, yalnız inanmaq olardı. Düşünmək qadağan edildi, inanmaq isə məcburi hesab olunmağa başladı. İnanmırsansa, deməli sən kilsəyə, dövlətə qarşı çıxırsan və ona görə də cəzalandırılmalısan. Və ona görə də bu dövrü qaranlıq orta əsrlər dövrü adlandırırlar, çünki o dövr haqqında bizə çox az şey məlumdur. Və yeni dövrdə artıq 17-ci əsrdən başlayaraq kilsənin rolu azalmağa başladı. Niyə? Çünki kilsə feodalizmə dayanıqlı bir belə deyək, sistem idi, bir institut idi və artıq kapitalizm yaranmağa başlayanda, gəlir hər şeyin əsasını təşkil etməyə başlayanda nə baş verdi? Kilsə də zəifləməyə başladı. Çünki feodallar üçün kilsə bir növ onların tamlığını, müqəddəsliyini qoruyan, onların kəndlər üzərində hökmranlığını təmin edən bir vasitə idi və feodalizmdə orta əsrlərdə həmçinin çox aydın şəkildə belə bir fikir var idi ki, həqiqətən də dini inanca əsaslanan düşüncə zəifləməyə başladı, elm isə inkişaf eləməyə başladı və bu dövrlərdə əslində təxminən bu dövrdən bir-iki əsr öncə də intibah dövrü də var, onu da vurğulamalıyıq və bu dövrün ən görkəmli, intibah dövrünün ən görkəmli yəqin ki, bizə maraqlı olan nümayəndələri məhz təbiəti öyrənən, təbiətdə Tanrının harda olduğuna cavab verməyə çalışan şəxslər idilər. Bunlar içərisində Giordano Bruno'nun, Nikolay Kopernikin, Galileo Galileyin adlarını çəkə bilərik. Giordano Bruno dedi ki, bizə əsrlərlə Vatikan deyir ki, yer kainatın mərkəzidir. Yəni biz Tanrının yaratdığı mərkəzdəki planetdə yaşayırıq və Tanrı bizi seçdiyi üçün seçilmiş planetin sakinləriyik və biz kainatın mərkəzindəyik. Amma Kopernik gördü ki, müşahidələr əsasında sən demə yer də digər planetlər kimi günəşin ətrafında hərəkət edir. Deməli, yerin heç bir müqəddəsliyi yoxdur. Yer də adi bir planetdir. Giordano Bruno bu fikri bir qədər də inkişaf elətdirdi. Dedi ki, günəş kimi başqa ulduzlar da var, onların da ətrafında planetlər hərəkət edir. Deməli, bu proses tamamilə təbii, adi təbiət prosesidir və heç bir bundan müqəddəslik, görünməz bir şey yoxdur. Və Galileo Galilei isə bu fikirləri riyazi əsaslarla sübut elədi və müşahidələri əsasında göstərdi ki, yerin özünün müəyyən siklləri var. Yer günəş ətrafında başqa cür hərəkət edir, başqa planetlər başqa cür hərəkət edirlər. Onların sürəti də, hansı dövrəni vurması da bir-birindən fərqlənir və günəş də bəzən belə deyək, günəşin özü də müəyyən inkişaf fazalarından keçir və onlardan bəzilərini buna görə öldürdülər. Məsələn, Giordano Bruno'nu diri-diri yandırdılar Florensiyada baxışlarına görə və həmin dövrdə bu tamamilə belə deyək, təbii idi. Yəni kilsə istəmədiyi şəxsləri, ona qarşı çıxan şəxsləri cəzalandırırdı, öldürürdü. Və bundan sonra isə nə baş verdi? Artıq fizika inkişaf eləməyə başladı və riyaziyyat inkişaf eləməyə başladı. Descartes belə bir sual qoydu ki, əslində Tanrı təbiətin inkişafının qanunlarıdır və əgər materiya olmasa, maddə olmasa, Tanrı heç nədən dünyanı yarada bilməz. Xristianlığın mahiyyəti budur ki, Tanrı dünyanı heç nədən yaradıb, İslamın da həmçinin. Amma
Descartes deyir ki, Tanrı dünyanı heç nədən yarada bilməz. Sıfırın birə çevrilməsi mümkün deyil. Descartes riyaziyyatçı kimi bunu təbiətdə müşahidə edirdi və bilirdi ki, təbiətin qanunlarını kim yaradıb? Tanrı. Və bu qanunlar Tanrı mənşəlidirsə, deməli Tanrı özü də o qanunların əsasında fəaliyyət göstərir. Yəni özünü Tanrı proyeksiya edib yerə. Və deməli Tanrı dünyanı yaratması üçün materiya ehtiyacı var. Yəni dualizmin əsasını qoydu. Dedi ki, Tanrı ilə materiya bir-birinə bərabərdir. Tanrı olmadan materiya, materiya olmadan Tanrı mümkün deyil və bununla da artıq Tanrının sonsuz hakimiyyətini, hər şeyi idarə edə bilən hakimiyyətini sual altına aldı. Daha sonra Newton gəldi və Newton mexanikası göstərdi ki, dünya bir saat kimidir. Dünyada hər şey müəyyən mexanizmlərə tabe olur, amma bu mexanizmləri, bu qanunları müəyyənləşdirən bir qüvvə var. Bu da böyük ehtimal ki, Tanrı və yaxud da başqa bir ali başlanğıcdır. Və 18-ci əsrdə isə fransız materialistləri göstərdilər ki, əslində xristian mütəfəkkirlərinin dediyi dünyada istənilən hərəkətin bir təkana malik olmasının zəruriliyi fikri absurddur. Çünki maddənin daxili enerjisi var. Yəni orta əsrlərin ən görkəmli, ən məşhur teosofu və yaxud da filosofu bəziləri onu hesab edir, Foma Akvinalı və ya Thomas Akvinalı. O deyirdi ki, Tanrının sübutları var. Tanrının ağlına sübut eləmək olar və bu sübutlar zamanla hər biri sıradan çıxarıldı. Məsələn, onun belə bir sübutu var ki, dünyada yaxşılıq ona görə var ki, Tanrı var. Amma sual yaranır ki, bəs yaxşılığın olmadığı yerlərdə onda Tanrı yoxdurmu? Yoxsa o yerlərdə şeytan daha güclüdür? Və bütün bu arqumentlər zamanla saf-çürük edildi. Bir arqument vardı ki, elm onu izah edə bilmirdi. Bu hansı arqument idi? İstənilən təkan üçün, istənilən hərəkət üçün bir ilk təkan lazımdır. Məsələn, bu qələm burada masanın üzərində dursa, ona heç kim təmas göstərməsə, bu hərəkət eləməyəcək. Mən onu itələməliyəm ki, o fırlansın və hesab edirdi ki, kilsə bunu təksib etməyincə Tanrının mövcudluğu həmişə danılmaz bir fakt olacaq və 18-ci əsrin fizikası isə sübut elədi ki, maddənin daxili enerjisi var. Ola bilsin bu qələm böyük fiziki cisimdir deyə onun hərəkətə yətdirmək üçün mənim təkanıma ehtiyac var. Amma atomun daxili enerjisi atomun hərəkəti üçün kifayət eləyir. Onun hansısa kənar təkana ehtiyacı yoxdur. Və makro aləmdə də bu məhz belədir, mikro aləmdə də belədir. Yəni insan gözü sadəcə təkamül prosesində keçdiyi yolun nəticəsi kimi biz dünyanı necə başa düşürüksə, necə görürüksə, biz elə bilirik ki, təbiətdə olan hər şey də buna tabedir. Təbiətdə olan hər şeydə həmin bu qanunlar mövcuddur və bu qanunlar olmadan sanki nəsə mövcud ola bilməz. Və bu baxımdan da yəni 18-ci əsrin materialistləri belə bir qənaətə gəldilər. Amma elmin, fəlsəfənin inkişafı burada sona çatmır. 19-cu əsrdə fizika biraz da inkişaf elədi. Atomun quruluşu haqqında ideyalar ortaya çıxdı. Darwinin nəzəriyyəsi ortaya çıxdı. Təkamül nəzəriyyəsindən söhbət gedir. Həmçinin hüceyrənin quruluşu haqqında biliklər insanlara məlum oldu və bütün bu biliklər əvvəllər yalnız Tanrıya inancla izah olunan bir çox şeyləri sıradan çıxartdı. Və yeni bir anlayış ortaya çıxdı, ağ ləkələr tanrısı. Yəni, məsələn, bu stol tamamilə ağdır, belə bir şey zənn eləyək və bu stolun üzərindəki hər şey Tanrının inancının göstəricisidir. Yəni, Tanrı hər şeyi izah edir. Sonra biz gətiririk bunun üzərinə bir dənə faktı qoyuruq, ağın bir hissəsini tuturuq. Sonra başqa bir şey qoyuruq, ağın bir hissəsini tuturuq və tədricən hər elmi biliklə biz Tanrıya aid olan hissəni azaldırıq və hər dəfə bizim hələ ki izah eləmədiyimiz nəsə tapan kimi kilsə deyir ki, bunu biz ona görə izah edə bilmirik ki, yəni elmlə ona görə izah edə bilmirsiniz ki, çünki bunu yalnız inancla başa düşmək olar. Bunun üçün inanc lazımdır. Elm bunu izah edə bilməz. Amma hər dəfə elm gəlirdi, o fikri təksib edirdi və get-gedə elmin arealı, elmin ərazisi, daha doğrusu dinin ərazisi azalırdı. Və 19-cu əsrdə Hegel adlı bir filosof belə bir maraqlı fikir irəli sürdü və bu fikir əslində bizim bugünkü sualımız üçün çox vacibdir. Bu fikir nədən ibarət idi? Hegel deyir ki, bəli, dünyanı yaradan bir ideya var. Həqiqətən bir ideya var, amma bu ideya Heraklitin dediyi kimi dünyanın qanunlarını kör-körənə yaradıb qırağa çəkilmir. Dünyada olan hər şey inkişaf edir. Hər şey inkişafdadır. Dünyada inkişaf etməyin heç nə yoxdur. Sadəcə o inkişafın mexanizmlərini məhz həmin o ideya müəyyənləşdirir. Və sonra nə baş verdi? Sonra isə onun ideyalarını onun öz tələbəsi olmuş bir şəxs, Ludwig Feuerbach adlı başqa bir alman filosofu, Hegel də almandır, tamamilə tənqidə məruz qoydu və dedi ki, Hegel əslində xristianlığı sadəcə din halına çevirməyə çalışır. Yəni
öz məntiq mexanizmini xristianlıq dini kimi bir çərçivəyə salmağa çalışır və Feuerbach dedi ki, dünyada heç bir tanrı mövcud deyil. Tanrı bizim güzgüyə baxaraq özümüzün ən güclü tərəflərimizdən yaratdığımız bir xülyadır. Tanrı yalnız bizim beynimizdədir. Və o deyir ki, Tanrı ilə söhbət edəndə biz nə edirik? Biz özümüzlə söhbət edirik sadəcə. Çünki biz qorxuruq. Biz qorxuruq ki, dünyada tamamilə təkik. Feuerbachın belə bir əsəri var, Dinin mahiyyəti, və orada göstərir ki, insanlar ilk tanrıları necə yaratdılar və onun gəldiyi qənaət bundan ibarətdir ki, insan təbiət qarşısında özünü aciz hiss eləyəndə, göydən ildırım çaxanda o ildırımın səbəbini izah edə bilməyəndə, yaxınlarının ölümünü izah edə bilməyəndə qorxuya düşdü və bu qorxuya bir ad verdi. Bu ad Tanrı deyək biz indi buna. Təbii ki, qədim insanlar başqa adlar deyirdilər və bu ideya sadəcə insanın beynindədir. Bu insanın qorxusunun bir adıdır və insan içində həmin bu ideya ilə söhbət edir. Yəni elə bilir ki, əslində kimsə onu eşidir, amma əslində sadəcə özünlə söhbət edir. Ondan başqa heç kim onu eşitmir. Və insan Tanrıya dua edəndə əslində özünə dua edir. Ona görə də bu insanı acizləşdirir, zəifləşdirir. İnsan öz potensialını aşağı salır. Özü edə biləcəyi şeyi möcüzə vasitəsilə reallaşmasını gözləyir. Və ona görə deyir ki, insanın Tanrıya sevgisi onu kiçildir, onu yadlaşdırır və həqiqi gələcəyindən, həqiqi həyatından məhrum edir. İnsan həyatı düzgün başa düşmür bunun nəticəsində. Və ona görə də deyir ki, insan Tanrını sevməli deyil, çünki Tanrı mövcud deyil. İnsan başqa bir insanı sevməlidir. Yalnız başqa bir insanı olan sevgi həqiqi sevgidir. Və onun bu fikirləri əslində çox ola bilər ki, məntiqli səslənir, ola bilər ki, təsirli səslənir, amma çox kiçik bir müddət sonra Karl Marx və Friedrich Engels adlı iki şəxs, hansıların ki adını bugünkü təlimimizdə bir neçə dəfə daha çəkəcəyik, onlar həm Feuerbachı, həm Hegeli tənqid etdilər. Feuerbachı ona görə tənqid etdilər ki, o Hegelə qarşı çıxan zaman Hegel fəlsəfəsinin bütün yararlı ideyalarını da kənara atdı. Hegelə qarşı ona görə çıxdılar ki, Hegel təbiətin inkişaf elədiyini başa düşürdü. Hətta təbiət qanunlarını gətirib o təlimin içərisinə yerləşdirmişdi. Amma Hegel səhvən, belə deyək, dünyanın hansısa bir yaradıcı tərəfindən yaradıldığını düşünürdü və maraqlı bir bənzətmə var. Engelsin belə bir əsəri var. Ludwig Feuerbach və klassik Alman fəlsəfəsinin sonu. Həmin əsərdə maraqlı bir bənzətmə var. Bu bənzətmə belədir. Deyir, Feuerbach sanki çirklənmiş çöldə palçığa düşmüş bir uşağı çimizdirən dayəyə bənzəyir və bunu eləyən zaman uşağı çimizdirəndən sonra çirkli suyu atmaq əvəzinə uşağı da çirkli su ilə birlikdə kənara atır. Yəni deyir ki, Feuerbach Hegelin fəlsəfəsinin ən vacib ideyasını, yəni inkişaf haqqında təlimi də kənara atır və yalnız insanı mərkəzə qoyur. İndi birazdan ateizm formaları haqqında danışanda görəcəyik ki, Feuerbachın ateizmi də əslində insanlıq tarixində bu gün də çox vacib rol oynayır. Amma bu ateizm bizə insanın həqiqətən nə olduğunu anlamağa imkan vermir. Çünki Feuerbach insanı təbiətdən, cəmiyyətdən təcrid edir. Deyir, yalnız insan mərkəzdədir və insan başqa bir insanı sevsə xoşbəxt olacaq. Başqa heç insana lazım deyil. Amma o iki insan əgər acından öləcəklərsə, o iki insan əgər dinin hökmran olduğu bir cəmiyyətdə yaşayacaqlarsa və yaxud da ki, iqtisadiyyatın faşist əsaslara söykəndiyi bir yerdə yaşayacaqlarsa, təbii ki, yəni bu iki insan da cəmiyyətin, təbiətin və digər amillərin təsirinə məruz qalacaq. Feuerbach yəni sadəcə insanı mərkəzə qoyurdu. Buna antropoloji, ateizm və antropoloji materializm deyirlər, yəni insan mərkəzlilik. Bundan sonra isə həmin Marx və Engelsin fəlsəfəsi dialektik materializm yarandı. Onun haqqında ayrıca danışacağıq, amma bu da ateizmin və ilk başlanğıc sualının inkişafının son nöqtəsi deyildi. 20-ci əsrdə Albert Einstein nisbilik nəzəriyyəsini irəli sürdü. Əvvəlcə Charles Darwin təbii ki, təkamül nəzəriyyəsini yaratdı, bayaq dediyimiz kimi və göstərdi ki, əslində növləri hansısa ilahi ideya yox, təbiətin özü yaradıb. Yəni təbiətin inkişaf prosesində baş verən təkamül bir çox növlərin yaranmasına gətirib çıxarıb və onun bu fikri təbii ki, əslində maraqlı bir fakt deyəcəmsə, Darwin ateist deyil. Darwin yəni özü inanclı bir insan idi. Təbii ki,
səhər axşam kilsədə əyləşib dua edən insanlardan deyildi. Yəni mədəni inanclı bir insan idi, mədəni xristian idi və bununla yanaşı Darwin təkamül prosesini təbiətin içində görürdü. Və əslində onun özü dindar olsa da, amma onun fikri dinin bir çox ideyalarını alt-üst olmasına gətirib çıxartdı. Və ondan sonra isə Albert Einstein nisbilik nəzəriyyəsini yaratdı və nisbilik nəzəriyyəsi göstərdi ki, kilsənin də və eyni zamanda dindən imtina etməyən elmin də baxışları nə qədər acizdir və əslində hər şey nisbi olması fikri, yəni zamanın və məkanın daxilində nisbi olması fikri məhz Marksın və Engelsin irəli sürdüyü dialektik materializmi, hansı ki, dediyim kimi birazdan danışacağıq, onu təsdiqlədi və sonra da bu da son nöqtəsi deyil, elmin fizika bir qədər də inkişaf etdi, nə yarandı? Kvant fizikası. Və kvant fizikası isə göstərdi ki, maddə yalnız maddə formasında mövcud olmur, maddə ilə enerji, bunlar bir-birini təksib edən hissələr deyil. Maddə ilə enerji biri digərinə çevrilən, biri digərini inkişaf etdirən hissələrdir. İndi bir qədər sonra biz materializmin müdafiə eləməyə çalışan zaman və yaxud da əsaslandıran zaman bu məsələyə bir də qayıdacağıq, genişləndirmək üçün fikrimizi. Yəni 20-ci əsrdə belə deyək, əslində elm və termodinamikanın adını qeyd eləmədim. Termodinamika da çox vacib bir elm bölməsidir. Termodinamikanın birinci qanunu belədir. Enerji təbiətdə heç vaxt itmir. Enerji sabit qalır. Yəni enerji nə qədərdirsə, o qədər də qalır. Bu nə deməkdir? Bu o deməkdir ki, Tanrı dünyanı nədənsə yaradıb sonra artıra bilməz. Dünyada əvvəldən nə qədər enerji və maddə olubsa, həmişə yəni kainat stabildir. Nə qədər atom, nə qədər enerji var olubsa, həmişə də o sayda var olmağa davam edəcək. Bu fikir bir qədər sonra yenə də bizə lazım olacaq və 20-ci əsr demək olar ki, dinin irəli sürdüyü fikirlərin hamısını təksib elədi. Demək olar ki, çünki elm inkişaf edir, hamısına cavab verməyib hələ ki. Amma bu o demək deyil ki, gələcəkdə cavab verə bilməyəcək. Sadəcə sual nədən ibarətdir? Sual bundan ibarətdir ki, bu günləri nəyə görə bu qədər çox inanclı insan var? Əgər elm bütün dini məqamları alt-üst edibsə və nəyə görə insanlar hələ də müxtəlif dinlərə inanırlar, hətta fanatik insanların sayı da ildən ilə artmağa davam edir. Bunun cavabı isə tamamilə başqa istiqamətdədir. Bu, elmin nəyisə izah edib etməməsi ilə bağlı deyil. Bu sualın cavabı artıq başqa istiqamətdədir. Amma gəlin əvvəlcə, biz bayaqdan ateizm sözünü istifadə edirik. Gəlin əvvəlcə görək ateizm nədir və onun hansı formaları. Çünki din nədir və onun hansı formaları var, hansı dinlər var, bu barədə az çox məlumat da yox. Amma yenə də gəlin dinə bir tərif verək. Yəni elə bir tərif verməliyik ki, biz dinə bütün dinləri əhatə eləsin. Yəni dünyada 3500-dən çox din var. Bizim verdiyimiz tərif bütün dinləri əhatə eləməlidir, sadəcə İslamı, xristianlığı yox. Və bu mənada bütün dinləri birləşdirən məsələ nədən ibarətdir? Bütün dinlər təbiət hadisələrinin fantastik şəkildə təsvir edir. Yəni fantastik şəkildə nə deməkdir? Rasional olmayan, ağla və məntiqə tabe olmayan şəkildə hansısa fövqəltəbii qüvvələrin təsiri ilə izah olunan formada. Məsələn, Buddizm bir dindir. Buddizm Tanrı anlayışını qəbul eləmir. Amma bunun əvəzində Buddizm inanır ki, insan bu dünyada müthiş şəkildə yaşasa, yaxşı meditasiya eləsə, təmizlənsə, arzulamasa, onda gələn həyatda o yenidən insan kimi doğulacaq. Düzdür, ən zirvəyə çatsa yenidən doğulmağı da istəməyəcək. Amma burada da təbiət hadisələrinə, yəni insanın doğulması haqqında əlavə bir fövqəltəbii məna yüklənir. Yəni bu mənada Buddizmdə və istənilən digər din də təbiət hadisələrini fantastik şəkildə təsvir eləməklə məşğuldur. Bunu etməyən din yoxdur. Və yəni din inancı əsaslanır buna görə də. Dinin əsası nə təşkil edir? İnanc. Din əsası nə təşkil edir? Ehkamlara inanc. Yəni biz xristianlıqsa, müsəlmanlıqsa, buddistliksə, sintoistliksə həmin o dinlərin ehkamlarını qəbul etməliyik. Həmin o ehkam nədir? Tənqid olunması məqbul hesab edilməyən fikirlər, yəni kör-körənə şəkildə qəbul etməli olduğumuz inanclar. Dünyanın yaranması ilə bağlı, ölümdən sonra biz nəyin gözləməsi ilə bağlı, necə yaşamalı olmağımızla bağlı və s. Hər bir dinin ehkamları var. Bəs bunun qarşılığında ateizm nədir? Ateizm isə Tanrını inkar edən bir yanaşma formasıdır. Teos Tanrı deməkdir, A inkar şəkilsi, A teos, yəni Tanrının inkarı. Amma ateizmin özünün formaları var. Bütün ateistlər heç də belə deyək, dünyanı elmi şəkildə izah eləmirlər və yaxud da ki, heç də bütün dindarlar elmi kənara atmırlar. Ateizmin ən geniş yayılmış forması emosional və ya psixoloji ateizmdir. Bu nədir? Bu, insan
Tanrının ədalətsiz olduğunu düşündüyü zaman gəldiyi qənaətdir. Məsələn, başımıza bir bədbəxt hadisə. Tutaq ki, 3 il universitetə hazırlaşırıq və yaxud da universitetdə imtahanlara yaxşı hazırlaşırıq. Gedirik, məsələn, müəllim bizə C yazır, B yazır və yaxud da nə bilim, biz hesab edirik ki, yaxşı insanıq, deyirik, bəs onda biz niyə yoxsuluq, niyə başımıza ədalətsiz hadisələr gəlir və yaxud da ki, daha ağır şeylərlə üzləşirik. Məsələn, hansısa ağır xəstəliyə yoluxuruq ya da yaxınlarımız hansısa ağır xəstəliyə məruz qalır və yaxud da çox yaxşı, mükəmməl insan hesab etdiyimiz, qatı dindar olan bir insan xərçəngə yoluxur və bu bizdə sual yaradır ki, yəni o zaman ədalət hardadır və biz emosional səbəblərdən Tanrını inkar edirik. Ya da məsələn, ailə üzvlərimiz bir qəzaya düşürlər, vəfat edirlər, deyirik ki, bu niyə bizim başımıza gəlib? Deməli, Tanrı bizə qarşıdır və yəni emosional tamamilə səbəblərdən biz Tanrını inkar etmək istəyirik və nəticədə də belə deyim, Tanrının məhz psixoloji şəkildə inkarı baş verir. Bu ateizmdirmi? Ateizmdir. Ən geniş yayılmış ateizm forması əslində elə psixoloji ateizmdir və yaxud da emosional ateizm. Buna spontan ateizm də demək olar. Yəni insan həyatında işlər qaydasında getmir və deyir ki, bu qədər dindar oldum, bəsdir, indi baxış bucağımı dəyişim, görüm nə baş verəcək. Və əslində spontan, emosional, psixoloji ateizm buna gətirir çıxarır ki, biz Tanrını əslində psixoloji səbəblərdən inkar etdiyimizə görə onun yerinə qoymağa bir şey axtarırıq. Məsələn, deyirik, təbiətin enerjisi var, ona inanacağıq, həyatımızda hər şey yaxşı gedəcək, ya da yaxşı enerji göndərmirik deyə başımıza yaxşı şeylər gəlmir. Ya da başqa hansısa səbəblərdən, nə bilim, bürclərə inanacağıq bunun əvəzinə və yaxud da başqa nələrəsə inanacağıq ki, buna görə karmaya inanacağıq. Yəni, bu əslində, belə deyək, tam olaraq idealizm bir formasıdır. Yəni, adı ateizm olsa da, amma burada Tanrının inkarı baş versə də, bu o demək deyil ki, Tanrını inkar edən istənilən yanaşma belə güllü, çiçəkli, normal, rasional xarakter daşıyır. Yəni, bunun da öz problemli tərəfləri var. İkinci ən geniş yayılmış forması mexaniki materializmdir. Bu materializm deyir ki, bəli, təbiətdə hər şey müəyyən qanunlarla inkişaf edir. Newtonun dediyi kimi və yaxud da Darwinin dediyi kimi. Amma bu qanunları yaradan, yəni həyatda hər şey bir saat kimi mövcuddur. Amma bu həyatın özünü yaradan bir başlanğıc var. Bu Tanrıdır və yaxud da hansısa başqa bir qüvvə, səmadır və s. Amma bir başlanğıc var ki, o hər şeyi yaradıb və hər şey o başlanğıcdan qaynaqlanaraq ortaya çıxıb. O başlanğıcın özü əslində maddə də ola bilər, əslində başqa bir şey də ola bilər. Məsələn, bir qədər sonra danışacağıq böyük partlayış nəzəriyyəsi haqqında və əslində görəcək ki, böyük partlayış nəzəriyyəsi məhz mexaniki materializm, mexaniki ateizm bir formasıdır və onun da öz çoxlu sayda problemləri var o yanaşmanın. Yəni, biz Tanrı anlayışına qarşı olaraq böyük partlayış nəzəriyyəsində qəbul edəndə bunda öz nöqsanlı məqamları ortaya çıxır. Və bundan başqa deməli, materializmin və yaxud da ateizmin başqa bir forması isə tamamilə hərəkətin, inkişafın rəhbər tutulduğu və az öncə adını çəkdiyimiz dialektik materializmdir. Bu materializm əslində, ateizmin əslində yeganə tamamilə elmi formasıdır. Nəyə görə? Çünki burada olan, belə deyək, Tanrının inkarı tamamilə elmi əsaslara sökənir və eyni zamanda dünyada olan hər şeyi hərəkətdə izah edirlər. Bu hərəkət məsələsinin əhəmiyyətini bir qədər sonra yenidən danışacağıq və sadəcə olaraq bu ifadəni çox vaxt dialektik materializm adlandırırlar, ateizm yox. Nəyə görə? Çünki ateizm sözünün izahını az əvvəlcə dedik. Ateizm nədir? Tanrının inkarıdır. Materializm isə materiya sözündəndir. Materiya maddə deməkdir Azərbaycan dilində. Yəni, hava, biz insanlar, burada olan kitablar, hər şey tamamilə nədən ibarətdir? Maddədən ibarətdir və materializm deyir ki, dünyada maddə var, maddəni təsdiq edir. Tanrını inkar eləmir. Bu, onun əsasını təşkil edir və bu ateizmin əsas formalarıdır. Başqa formalar da var, xırda-xırda yayılmış formalar da var, amma bunlar ən geniş yayılmış formalardır. Təbii ki, içərisində dediyim kimi, tamamilə anlaşılan səbəblərdən emosional ateizm daha məşhurdur. Ən az bilinəni dialektik materializmdir. Bunun da artıq həm sosial, həm siyasi səbəbləri mövcuddur. İndi keçid alaq, bir qədər də danışaq gəlin. Elm, bugünkü elm, belə deyək, necə izah edir ateizmi? Çünki bu çox vacib bir məsələdir. Az əvvəl dediyim kimi, müasir elmin gəldiyi nöqtə nədən ibarətdir? Biz təbiətin yaranışını necə izah edirik? Biz deyəndə, yəni
müasir fiziklərin əksər hissəsi necə izah edirlər? Böyük partlayış nəzəriyyəsi ilə. Bəlkə də sizə qəribə gələcək, ilk dəfə böyük partlayış nəzəriyyəsini xristianlar irəli sürüblər. George Lemaitre deyə bir keşiş var idi 20-ci əsrin əvvəllərində. Səhv eləmirəmsə 1917 ya 19-cu ildə ilk dəfə o bu nəzəriyyəni irəli sürdü ki, kainat böyük partlayışdan, yəni Big Bang-dən yaranıb. Və bu nəzəriyyə tamamilə xristian dininin kanonlarına uyğun gəlirdi. Çünki böyük partlayışın baş verməsinə səbəb olan hadisələri yenə də kim yaradıb? Yenə də Tanrı yaradıb. Və sonralar bu nəzəriyyə inkişaf yolu keçdi. Yəni bu gün bizə məlum olan hala gəldi. Düzdür, bugünkü formasının rasional əsasları da mövcuddur, yəni yararlı tərəfləri də mövcuddur. Amma yenə də böyük partlayış nəzəriyyəsi ilə bağlı, yəni bunun nəzəriyyə olmasının səbəbi budur. Hələ ki bunu yəni bütün alimlərin qəbul etməsinin, bəzilərinin buna qarşı çıxmasının səbəbi budur ki, onun çoxlu problematik səbəbləri var. Problematikanın da əsasında duran başlıca məqamlardan biri nədən ibarətdir? Bu məqamı özlərinin üsyankar ağıl, dialektik marksist fəlsəfə və müasir elm kitabında Alan Watts və Ted Grant adlı iki Britaniya müəllifi çox doğru şəkildə analiz ediblər. Və həmin kitabda Ted Grant və Alan Watts belə bir məqama toxunurlar ki, əslində böyük partlayış nəzəriyyəsi necə ki Feuerbach Hegeli tənqid edəndə deyirdi ki, Hegel xristianlığın öz fəlsəfəni xristianlığa çevirir, yəni öz ideyalarını bir din formasına çevirir. Əslində böyük partlayış nəzəriyyəsi də dinin elm formasına təqdim edilməsidir. Yəni yenə də dünyanı yaradan bir səbəb var və biz kör-körənə şəkildə o səbəbi qəbul etməliyik. Amma bu səbəb fizikanın elementar qanunları ilə bir araya sığmır. Məsələn, az öncə termodinamika haqqında danışdım. Termodinamikanın qanunları böyük partlayış nəzəriyyəsindən heç bir formada bir araya uyğun gəlmir. Amma termodinamika artıq fizikanın əsasıdır. Yəni nəzəriyyə deyil, bu şübhə doğuran bir şey deyil. Kainatda enerji var və bu enerji sabitdir. Enerjinin saxlanması qanunu var termodinamikada. Yəni enerji həmişə mövcud olur, sadəcə bir haldan digərinə çevrilir. Və əslində kvant fizikası da bu fikri, düzdür, kvant fizikasının özü də nəzəriyyədir, amma kvant fizikası bu fikri təsdiq edir. Ki, yəni enerji həmişə, daha doğrusu həmişə bir haldan digərinə çevrilir. Kainatda mövcud olan həmin o maddi qüvvə. Yəni maddədən mikroskopun altında görünə bilən bir haldan enerji halına çevrilir. Və bu nə deməkdir? Əslində müasir elmin ən inkişaf eləmiş halında gəlinən qənaət bundan ibarətdir ki, biz nə deyirik xristianlıqda və İslamda? Deyirik ki, Tanrı, Allah necədir? Əbədidir və əzəlidir. Bu nə deməkdir? Yəni həmişə mövcud olub və bundan sonra da həmişə mövcud olacaq. Bundan sonra həmişə mövcud olması məsələsi materiyaya da aiddir. Əslində, düzdür, xristian dininə görə də, İslam dininə görə də materiya nə əbədi, nə də əzəli deyil. Materiya nə vaxtsa yaradılıb və sonludur. Amma az öncə adını çəkdiyim İbn Rüşd məsələn bu fikri inkar edirdi. Deyirdi ki, Allah əbədidirsə, hətta İbn Rüşddən əvvəl İbn Sina da bu fikri təkzib edir. Deyirdi ki, səbəb nəticə əlaqəsi var axı. O zaman Allah özü əbədidirsə, daha doğrusu əzəlidirsə, onun yaratdığı da əzəli olmalıdır. İbn Rüşdə bir qədər də irəli gedir. Deyir Allah əbədi və əzəlidirsə, onun yaratdığı da əbədi və əzəli olmalıdır. Düzdür, bu məntiqi cəhətdən əsaslandırmadır, amma müasir fizikada eynilə bu fikri məhz elmi nöqteyi nəzərdən əsaslandırır, təsdiq edir. Yəni materiyanın yaradılması, yaradılış anının olması mümkün deyil. Və bu fikirlər artıq böyük partlayış nəzəriyyəsi ilə məşğul olan şəxslərə çatanda, onlar böyük partlayış nəzəriyyəsinin də məzmununda dəyişik elədilər. Dedilər ki, böyük partlayış əslində hər şeyin başlanğıc anı deyil. Bu, kainatın bir yəni inkişaf baş verir və müəyyən bir anda, belə deyək, yəni müəyyən bir anda kosmosun inkişafı öz növbəsində növbəti mərhələnin sonuna çatanda sıxılma ilə böyük partlayış baş verir və növbəti böyük partlayışa qədər bu dövr davam edəcək. Düzdür, bu yanaşmanı qəbul eləməyən böyük partlayış nəzəriyyəçiləri də var, bunu qəbul edənlər də var. Amma əslində müasir fizika ilə uyğun olan, təkcə fizika yox, kimya ilə, biologiya ilə uyğun olan yanaşma məhz budur. Ümumiyyətlə, iki əsas məsələ var ki, bunlar ateizmlə dinin arasında bütün digər məsələlərdən sonra sual doğururlar. Birincisi, bu şuurun necə yaranmasıdır? Yəni bizim şuurumuz, biz düşünməyə necə başlamışıq? Təbiətdə bizdən başqa heç kim düşünə bilmirsə, ancaq biz düşünə biliriksə, biz necə deyə bilərik ki, təkamül prosesində varlıqlar tədricən inkişaf edirlər? İkinci sualda məhz həyatın mənası ilə bağlıdır. Yəni din bizə hazır mənalar verir və biz bunlarla yaşayırıq, amma
təbii ki, biz bunu inkar edəndə böyük bir boşluq qarşısında qalırıq və bir növ, yəni həyatı necəsə təfsir eləmək, həyatı necəsə izah eləmək məcburiyyəti hələ də qalır. Və müzakirəmizdən də göründüyü kimi, yəni çox fərqli subyektiv mənalar ortaya çıxır və əvvəlcə elə həyatın mənasından başlayaq danışmağa, buna toxunmuşkən. Deməli, dediyimiz kimi dinin üstünlüyü budur ki, rahat şəkildə bizə cavab verir və biz düşünməyə ehtiyac duymuruq. Amma düşünməyə ehtiyac duymayanda, hazır cavab ilə yaşamağa başlayanda, əgər biz onu tədricən sorğulamırıqsa, o bizim həyatımızın artıq mənasına çevrilir və biz istəyirik ki, digər insanlar da bu həqiqətə çatsınlar. Çünki biz fikirləşirik ki, yeganə düzgün həqiqət budur. Və yaxud da fikirləşirik ki, digər insanlar ona görə bu yolda deyirlər ki, bu əqidədə deyirlər ki, çünki həqiqəti dərk edə bilmirlər, həqiqətə görə ona inana bilmirlər. Və bunun qarşılığında isə biz əgər bütün bu belə deyək, konstruksiyanı yıxsaq, bünövrəsinə qədər dağıtsaq, sual yaranır ki, onda biz niyə yaşamalıyıq? Və əslində burada çox fərqli cavablar səsləndi. Əslində bunların içərisində biri obyektiv cavabdır. Bu Məhəmmədin verdiyi cavabdır. Bu nə deməkdir? Məhəmməd belə bir fikir dedi ki, həyatın mənası prosesdir. Yəni prosesdədir. Bəli, biz doğulanda, yəni bizi bir meşəyə atsalar, biz nə insan olduğumuzu, nə niyə yaşadığımızı, nə kim olduğumuzu başa düşməyəcəyik. Amma biz cəmiyyətdə yaşayırıq və hər dəfə cəmiyyət əvvəlki nəsillərin əldə etdiyi bilikləri bizə məktəbdə, ailədə, televiziya vasitəsilə, ictimai şüurun digər formaları vasitəsilə çatdırır. Və biz o bilikləri əldə edirik və təbii ki, eramızdan əvvəl 19-cu əsrdə yaşayan bir insanla 19-cu əsrdə yaşayan və 21-ci əsrdə yaşayan insanın, hətta Azərbaycanda, İtaliyada, Fransada yaşayan insanların dünyaya və həyata verdikləri məna arasında böyük fərqlər var. Bu insanın hansı mədəniyyətə doğulmasına asılıdır. Amma həyatın mənası məhz müəyyən bir prosesin içərisində olan zaman tapılır. Yəni biz müəyyən bir prosesin içərisində olanda, məsələn, əmək fəaliyyəti ilə məşğul olanda, inanc fəaliyyəti ilə məşğul olanda, yaradıcılıqla məşğul olanda biz məhz o prosesin içərisində başlayırıq məna verməyə. Bu siyasi proses də ola bilər, mənəvi proses də ola bilər. Yəni məhz onun içərisində müəyyən bir məna yaranır və biz o mənanın belə deyək, mənanı həyatımızın digər sahələrinə tətbiq edirik və onun əsasında yaşamağa başlayırıq. Və bu yeganə obyektiv belə deyək, həyata verilən mənadır. Yəni həyatın bəli, dediyimiz kimi hamını birləşdirən mənası yoxdur, amma hamı mənanı prosesdə tapır. Əslində dinə inanan insanın həyatının mənasının olması da bu prosesin nəticəsidir. O bu ölkədəki mənəvi prosesin içərisində o mənaya gəlir çıxır. Başqa bir yerdə, başqa bir dövrdə o bu mənaya gəlib çıxmayacaq. Yəni məna həmişə prosesin içində yaranır, onun içində doğulur və bunun kənarında hansısa bir məna ola bilməz. Həyata məna verə bilməməyin özü də bu prosesin içində olan bir mərhələdir. Yəni biz yenə də nəsə üçün yaşayırıq. Yəni doğulmuşuq deyə yaşayırıq deyirik, amma yenə də nəsə var ki, bizi ölməyimizin qarşısını alır. Biz yenə də bunun əsasında yaşamağımızı, həyatımızı davam etdirmək istəyirik. Və bu mənada, yəni mənasızlıq, Tanrının olmaması ya da hansısa bir yaradıcının olmaması, dinin inkarı insanı mənasızlıq girdabına gətirib çıxarmamalıdır. Çünki yenə də insan nələrlənsə təhsilləmi, inkişaflanmı, yaradıcılıqlanmı və ya başqa məqamlarla və ya siyasi mənalarla və digər mənalarla həmişə yaşayır. Amma deyə bilərsiniz ki, bəs o zaman nəyə görə dünyanın ən inkişaf edilmiş dövlətlərində, məsələn, Norveç ateizmi ilə məşhur olan bir ölkədir. Nəyə görə orada insanlar daha çox inkişaf edirlər? Çünki inkişafın yeganə mərhələsi texnoloji inkişaf deyil. İnkişaf, yəni cəmiyyətin inkişafı, cəmiyyətin ahəngdarlığına gətirib çıxarmalıdır. Yəni cəmiyyətin üzvləri özlərini o cəmiyyətə yad hiss etdikləri zaman, əgər mən varlı da olsam, istədiyim hər şeyi ala da bilsəm, mən yenə də cəmiyyətin başqa üzvlərini özümə düşmən, yad ünsürlər hesab edirəmsə, mən onlarla kontakt qurub, onlarla birlikdə inkişaf edə bilmirəmsə, o zaman bu yekunda məni yenə də mənasızlığa gətirib çıxaracaq və mən yaşamaq üçün nədən güc ala bilməli olduğumu bilməyəcəm. Kasıb olanda insan deyir ki, nəyisə əldə edeyim, yəni mübarizə üçün səbəb olur. Amma hər şey hazır olanda artıq bunu eləmək daha çətin başa gəlir. Ona görə də varlı ölkələrdə intihar bəzən bununla da bağlı olur. Düzdür, başqa amillər də var. Günəş şüalarının az düşməsi, müxtəlif hormonların daha az sayda yaranması və s. Amma yəni ahəngdar inkişaf olmayanda Yaponiyada məsələn tutaq ki, eyni zamanda orada da bu amildən qaynaqlanır. Yəni işçilərin daha çox saat işləməsi, daha çox istismara məruz olması, kontakt qura bilməməsi bir-birindən. Məsələn, bu gün nikah məsələsi çox böyük belə deyək, böhran yaşayır. İnsanlar bir-birləri ilə
münasibət yaratmaqda ciddi çətinliklər çəkirlər ki, tanışlıq saytlarının və sairənin inkişafı tamamilə yəni bununla bağlıdır və yaxud da ki, insanların dostluq qura bilməmələri, tənhalaşması, bunların hamısı təbii ki, bu həyatın mənası məsələsi ilə bilavasitə əlaqəlidir. Yəni məhz bu səbəbdən bu sual fəlsəfənin əsas sualıdır. Bunu necə mənalandırmamız, necə məna verməyimiz digər məsələlərə təsir göstərəcək. Ona görə də yəni biz bu prosesdə həmin o mənanı əldə edə bilməliyik və onsuz da müəyyən məna veririk nəyəsə. Yəni səhər yuxudan durub işə gediriksə, bunu maaş mənası var məsələn tutaq ki, ya da nəsə başqa bir işdə kimisə görmək istəyirik, ya kollektivimizdən xoşumuz gəlir, ya dərsə gedirik amma heç ixtisasımızı sevmirik, nifrət edirik. Amma bu yenə də bunu ediriksə, demək prosesdə bir məna görürük. Yəni məna onsuz da var. Biz mənanı yaradırıq və veririk və artıq o özünün ən böhranlı halına çatanda bəli, onda biz artıq ölümü bu mənadan daha üstün hesab edə bilirik. Amma yəni dinin və ya Tanrının olmaması tamamilə bütün mənaların böhranı mənasına gəlib çıxmır və indiki bu mənəvi böhranında başqa səbəblər də var. Bu yalnız dinin böhranı ilə əlaqəli deyil. Başqa bir problemli məsələ isə, hətta daha problemli məsələ yəqin ki, yəni elmi nöqteyi-nəzərdən şuurun necə yaranması məsələsi. Çünki bu məsələ barəsində bioloqların arasında, necə ki, böyük partlayış nəzəriyyəsində böyük bir razılıq yoxdur. Və ona görə də bir çox hallarda deyirlər ki, Tanrının şuuru yaratmasından başqa heç bir rasional izah mövcud deyil. Amma təkamül nəzəriyyəsi Darwində bitmir. Hətta Darwin təkamül nəzəriyyəsində o qədər səhvlər var ki, onu sonrakı təkamülçülər, bioloqlar tədricən aradan qaldırmağa çalışanda, yəni Darwinin bəzi məsələləri heç də dərindən bilmədiyini üzə çıxarırlar, amma onlar o boşluqları müxtəlif formalarda doldurmağa cəhd edir. Boşluqları doldurmağa deyəndə, yəni Darwin bir adam olubdu, amma bugünkü bütün biologiya, yəni özlüyündə 100 minlərlə alimi əhatə edir və onlar tapdıqları qalıqları, polipləri və s. həmin o təkamül nəzəriyyəsinin içərisində genişləndirirlər. Yəni bu səbəbdəndir ki, belə deyək, yəni tədricən insanın inkişafının yeni mərhələləri ortaya çıxır. Əvvəl deyirdilər ki, Neandertal insandan ağıllı insan yaranıb, sonra başqa aralıq mərhələlər ortaya çıxdı. Yəni bu günlər artıq o qədər sayda aralıq mərhələsi var ki, hətta alimlər müəyyənləşdiriblər ki, bioloji olaraq, fizik olaraq bizdən daha inkişaf eləmiş əcdadlarımız da olub. Sadəcə onlar belə deyək, artıq daha çox inkişaf etdiklərinə görə və daha münasib iqlimdə olduqlarına görə vəhşi heyvanlar belə deyək, həmin o əraziyə köç edən zaman onların qarşısında aciz olublar. Çünki onlar belə deyək, tamamilə komfort şəraitində yaşayıblar və belə deyək, yəni bugünkü müasir elm göstərir ki, əslində şuur yalnız insana xas olan bir xüsusiyyət deyil. Və bizim əcdadımız olan varlıqlarda olduğu kimi bizə əhatə edən heyvanların da, inkişaf etmiş heyvanların da, onurğası olan, sinir sistemi olan heyvanların da bir hissəsinin, ali heyvanların, ali sinir sisteminə malik olan heyvanların da şuuru var. Sadəcə bu elementar şuurdur. Yəni insanın şuuru qədər inkişaf eləmiş şuur. Hətta qartalların belə məsələn şuuru var. Yəni belə deyək də tədricən müxtəlif heyvanların şuurunun olduğu müxtəlif dərin eksperimentlər vasitəsilə ortaya çıxarıldı. Əvvəlcə bu heyvanların sayı çox az idi. Deyirdilər ki, yalnız qorillaların və şimpanzələrin şuur sistemi var, sinir sistemi və şuuru var. Sonra dedilər ki, bonobo meymunlarda bura aid, hər dəfə yeni meymunları ora əlavə etdilər. Sonra gördülər ki, bu delfinlərə də aiddir. Sonra gördülər ki, başqa heyvanlara da aiddir. Yəni hər dəfə bu genişləndi və 20-ci əsrin ikinci yarısında müəyyən olundu ki, bu bioloji təkamül prosesi ilə tamamilə iç-içə olan bir mərhələdir. Və problem nədən ibarətdir? Alimlər bir çox hallarda təbiətə təcrid olunmuş, yəni öz predmetlərinə təcrid olunmuş formada yanaşırlar. Öyrəndikləri şeyi digər elmlərlə və ümumiyyətlə təbiətin inkişafından əlaqələndirə bilmirlər deyə üzləşdikləri problemi izah etməkdə çətinlik çəkirlər. Yəni sadə dildə desəm, alimlər fəlsəfi düşünə bilmirlər deyə bir çox hallarda rastlaşdıqları elmi problemlərin geniş miqyaslı izahını verməkdə çətinlik çəkirlər. Və Alan Woods Grant öz kitabında çox yaxşı şəkildə onlarla alimin adını çəkirlər ki, 19-cu əsrin sonundan 21-ci əsrin əvvəllərinə qədər yeri gəlmiş 10 kitabın adını qrupda qeyd edəcəm. Əgər tapsam, hətta PDF formada göndərə bilsəm, göndərəcəm. Yəni çox təkidlə tövsiyə edirəm hər birinizə. Çünki müasir elmə tamamilə başqa bir yanaşmadan baxa bilməyi bizə göstərə bilən bir kitabdır və çox bütün demək olar ki, aktual mövzuları əhatə edir öz tərkibində. Deməli, orada onlarla alimin adını fərqləndirirlər ki, hansılar ki, ya fəlsəfə təhsil alıblar və yaxud da fəlsəfə ilə, marksizmlə dialektika ilə maraqlandıqdan sonra
tədqiqatlar aparıblar və yaxud da tədqiqatlar aparan zaman dialektika ilə tanış olublar deyə belə deyək, izah eləyə biliblər öz problemlərini. Məsələn, Darwin növlərin bir növdən digər növlərin yaranmasını izah edə bilmirdi. Bunun hamısını təkamül adlandırırdı. Amma məsələn, sadə varlıqlardan bir hüceyrəli varlıqların çox hüceyrəli varlıqlara çevrilməsini, çox hüceyrəli varlıqların özlərinin bölünməsini və s. bunları geniş şəkildə izah edə bilmirdi. Və 20-ci əsrdə məhz təkamül nəzəriyyəsinin dialektika ilə məşğul olan nümayəndələri artıq bunu edə bildilər. Yəni onlar başa düşdülər ki, dialektikanın qanunları var. Məsələn, kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə çevrilməsi qanunu. Bu nədir? Dünyada kəmiyyətlər yığılır və müəyyən bir həddə çatanda bu partlayış, sıçrayış yolu ilə başqa bir keyfiyyətə çevrilir. Məsələn, elə içdiyimiz su. Bu su adi otaq temperaturunda maye haldadır. Və su qaynamağa qoysaq onu biz əgər 99 dərəcəyə qədər yenə də hansı halda olacaq? Maye halında. Və 100 dərəcəyə çatan zaman nə edəcək? O keyfiyyət halında dəyişəcək, buxara çevriləcək. Və yaxud da onu biz soyutmağa başlasaq 1 dərəcəyə qədər yenə də maye halda olacaq, 0 dərəcədə bərk hala, buz hala çevriləcək. Və təbiətdə olan hər şey əslində kəmiyyət dəyişməsinin inkişafı ilə yeni bir keyfiyyət əldə edir. Və məsələn, sudan nümunə göstərdim, başqa bir nümunə göstərim, elə şuura aid bir nümunə göstərim. Sunun tərkibindəki atomlar ayrı-ayrılıqda nəmlik, islanmışlıq xüsusiyyətinə malik deyirlər. Onlar adi atomlardır. Amma o atomlar birlikdə toplananda su əmələ gətirirlər və su nəmlik xüsusiyyətinə malikdir. Atomlar nəmliyə malik deyirlər. Amma su nəmlik xüsusiyyətinə malikdir. Bu dəmiri də təşkil edən, kitabı da, ağacı da təşkil edən, texnologiyanı da təşkil edən bütün atomlara aid olan bir xüsusiyyətdir. Yəni müəyyən kəmiyyətlər toplanır və keyfiyyətə. Şuurun yaranması da belədir. Yəni sinir sisteminin formalaşması imkan yaratdı ki, və ali sinir sisteminin ortaya çıxması beynin formasını dəyişdi. Baş beyinlə yanaşı onurğa beyni yarandı və insanın əzdadları digər bütün heyvanlardan fərqli olaraq, yəni bizim əzdadlarımız da əvvəlcə 4 ayaqla yeriyirdilər, primatlar belə deyək. İnsan bu arada Darwinin təkamül nəzəriyyəsində insanın meymuna yaranması haqqında heç nə yoxdur. Darwinin dediyi budur ki, insan və meymunlar primatlardan yaranıblar. Yəni meymun bizim əzdadımız deyil. Primat meymunun da biz insanın da əcdadıdır. Sadəcə onun təkamülünün bir hissəsi ali meymunların yaranmasına gətirib çıxarır, bir hissəsi də biz insanın yaranmasına gətirib çıxarır, Homo sapiensin. Və deməli bizim əcdadlarımız ilk insanların qalıqları harda tapılıb? Keniyada, Tanzaniyada. Yəni həmin dövrdə o ərazilər indiki kimi səhralıq yox, müəyyən qədər savanna tipli idilər və savannada sağ qalmaq çox çətindir. Bizim əcdadlarımız tədricən savanna iqliminin dəyişilməsi şəraitində təhlükədən qaçmaq məcburiyyətinə qalıblar. Və təhlükədən qaçmaq, eyni zamanda ağacda yaşamaq, onların tədricən 4 ayaqdan qalxar, tədricən, yəni bu təbii ki, Homo sapiensin yaşı, bizim yaşımız 200 min ildir və təkamül prosesi isə milyon illərə əhatə edən bir prosesdir. Yəni bu bir gün içində baş verməyib. Tədricən 4 ayaqdan 2 ayağa qaçdılar və qaçmağa başladılar, daha sürətli qaçışa səbəb oldu və eyni zamanda bu gətirdi ona çıxardı ki, onurğa beyni ilə baş beyin arasında yeni rabitə yarandı və bu rabitə sinir sisteminin bir qədər də inkişaf eləməsinə və əcdadlarımızın sosial həyatı, yəni sağ qalmaq uğrunda mübarizəsi onları əmək prosesi ilə məşğul olmağa, rol bölgüsünü həyata keçirməyə məcbur edir və bu da təbii ki, artıq tədricən şuur sistemini bizim əcdadlarımız olan primatlardan daha ali formada inkişaf olunmasına gətirdi, çıxartdı. Yəni insan sağ qalmaq üçün əməklə məşğul olmalıdır. Kimsə ov eləməlidir, kimsə yığmalıdır, kimsə mühafizə ilə məşğul olmalıdır, kimsə paltar hazırlamaq, uşaqların qayğısına qalmalıdır və bu rol bölgüsü olmadan, yəni əcdadlarımız ölürdülər. Heyvanların da rol bölgüsü var. Yəqin görürsünüz ki, qarışqa yuvasında belə qarışqaların rol bölgüsü var. Canavar sürüsündə belə canavarların rol bölgüsü var. Yəni ibtidai şuuru olan varlıqlar belə ona görə sağ qalıblar ki, onlar rol bölgüsü həyata keçiriblər. Çovulların məsələn və meymunların və digər heyvanların və şuur həmin o suda olduğu kimi müəyyən təsnifatda olan atomların bir araya gəlməsi sayəsində yaranıb. Həm bioloji, sosial ünsürlər, bu xarici amillərdir, daxilən isə bədənimizdə baş verən bioloji proseslərin fonunda şuurumuzdakı atomların keyfiyyət halının dəyişməsi və bunun əsasında biz ali şuura malik olmuş. Yəni belə deyək, hansısa bir şimpanzeni 3 yaşlı uşaq qədər
sadə məsələləri həll edə bilər, məntiqi məsələləri. Amma yalnız insan mürəkkəb təfəkkür aktını həyata keçirə bilər və bu müasir elmdən əslində tamamilə izah oluna bilən bir şeydir. Yəni bunun qaranlıq qalan, sual altında qalan hansısa bir hissəsi yox. Sadəcə təəssüf ki, bizim cəmiyyətdə də, dünyada da belə deyək, elmi maarifləndirmə aşağı səviyyədədir deyə bununla bağlı suallar yaranır. Və burada keçirik bayaq verdiyimiz suala, nəyə görə din hələ də var və nəyə görə dinə inanan insanların sayı artır? Bu suala mənə elə gəlir ki, ən qısa və rasional cavabı Karl Marx verir. O, Alfred Ruge adlı bir Alman maarifçi və alim var idi. Onun məşhur məktubu var Marxsa. Məktubda o arzularını dilə gətirir ki, ümidlərini dilə gətirir ki, görürsən ki, müasir elm necə inkişaf edir. Biz artıq demək olar ki, dinin inancla əsaslandırdığı hər şeyi elmlə izah edirik. Mənə elə gəlir ki, 2 əsr sonra artıq dünyada dinə inanan insan qalmayacaq. Və həmin o məşhur Marxın cavabında məşhur ifadə var. Din xalq üçün tirəkdir, orada istifadə olunub. Amma orada yalnız bu sözü demir. Marx deyir ki, insanların dinə inanması elmin inkişaf səviyyəsi ilə əlaqəli deyil. Hətta bir çox hallarda elmlə məşğul olan insanlar da dinə inanırlar. İnsanların dinə inanmasının səbəbi onların yaşadığı ictimai mövcudluqdan qaynaqlanır. Din göz yaşları vadisindən yaranan bir nəhəng varlıqdır. Yəni insanlar ümidsizdirlər, çarəsizdirlər, gücsüzdürlər deyə çıxış yolu kimi bir xilaskara, bir möcüzəyə ehtiyac duyurlar. İnsanlar istəyirlər ki, bu dünya rəzildir, etibardır, bu dünyada məni çapırlar, istismar edirlər. Eybi yox, heç olmasa mən yaxşı dindar olum, öləndən sonra gedim bir əbədi cənnətdə, əbədi şəkildə, xoşbəxt şəkildə yaşayım. Və insanların, bizim cəmiyyətdə xüsusilə yəqin görürsünüz ki, insanların bir qrupu müəyyən yaşa çatandan sonra başlayırlar ibadətlə məşğul olmağa, İslam dininə gəlməyə. Başqa cəmiyyətlərdə də belədir, sizi inandırım ki, yəni başqa cəmiyyətlərdə də insanlar müəyyən bir yaşa gəldikdən sonra ölümü haqqında düşünəndə, yəni onlar da belə deyək, bu dini məqama gəlib çatırlar və 50 yaşdan sonra yəni 50-30 indi ölüm get-gedə gəncləşir, bəzən daha tez yaşda insanlar buna üz tuturlar. Amma yəni bunun əsasını qorxu təşkil edir. Necə ki əcdadlarımız ildırım çaxanda qorxurdular, necə ki göy gurultusundan qorxurdular və bəli bunun ildırım çaxmasının enerji boşalması ilə izah olunması insanların ildırımı Tanrının iradəsi kimi izah olunmasının qarşısını aldı, amma bu sadə bir məsələdir. Bu gün isə milyardlarla insan, dünyanın yarısından çoxu, yəni ədalətsiz, iqtisadi cəhətdən ədalətsiz və bərabərliksiz bir mühitdə yaşayırlar deyə. Bunun çıxış yolunu təbii ki, insanlar ən sadə şəkildə məhz nədə görürlər? Həmin o rahat cavablarda, inanclı cavablarda və hesab edirlər ki, yəni nə qədər ki ədalətsizlik varsa, başqa bir dünyada əbədi ədaləti tapmaq mümkündür. Yəni insanların dinə inanması məhz ədalətsizlik və acizlik, qorxu səbəbindən qaynaqlanır. Bu elmin nəyisə izah eləməsi və ya izah edə bilməməsi ilə deyil. Və Marx bu suala cavab verir ki, nə zaman bəs din aradan qalxa bilər? Marx deyir ki, dinin aradan qalxmasına ehtiyac yoxdur. Deyir ki, yəni hər bir insan istədiyi şeyə inanmaqda azaddır. Ümumiyyətlə insanın həyatının əsas hissələrindən biri inancdır. Bu dinə inancı olmaya da bilər, başqa bir şeyə də inana bilər. Yəni inancı insandan çıxarmaya ehtiyac yoxdur. Sadəcə din xalq üçün tiryəkdir fikrini buna görə deyir. Tiryək nədir? Sakitləşdirici. Yəni deyir ki, din vasitəsilə bizi sakitləşdirirlər. Bizə deyirlər ki, bu ədalətsizliklərin səbəbi, məsələn, tutaq ki, bizim dini rəhbərlərimiz deyirlər ki, bizim deyəndə yəni konkret bir dini nəzərdə tutub demirəm. Hansısa bir dini qövməyə inanan insanların dini rəhbəri deyir ki, digər insanlar, yəni biz bu dünyada hamı bu dinə inansa, o zaman belə olmaz. Bunun səbəbi dinə inancın az olmasındadır və yaxud da ki, insanların əxlaqsızlaşmasındadır və yaxud da ki, şeytanın insan qəlbinə yol tapmasındadır və s. Yəni bunu bu formada izah edirlər. Və din bizi sakitləşdirir. Yəni baş verənlərə daha rahat, daha sakit, daha mülayim yanaşmamıza səbəb olur. Yəni biz mübarizə aparırıq ona görə ki, düşünürük ki, yəni bunun bir xeyri yoxdur. Yəni yalnız o bir dünyada biz sakitlik tapa bilərik. Bu dünyada heç bir halda mübarizə bizi nəyisə gətirib çıxara bilməz. Biz heç bir halda həmin o məmnunluq nöqtəsinə çata bilmərik. Və Marxın bu cavabı, yəni belə deyək, çox əsaslı cavabdır və mənə elə gəlir ki, yəni bu mənada haqlıdır. Bəs belə deyək, o zaman
bu məsələnin yekunu kimi, yəni bir növ biz dedik ki, həyatın mənası dinsiz də ola bilər və yaxud da ki, şuurun yaranmasına da aydınlıq gətirdik, dialektik materializmlə nə olmasına aydınlıq gətirdik və son olaraq yəni inamı təfsir eləməklə məşğul olaq. Yəni biz az öncə dedim ki, insan inamsız yaşamasına ehtiyac yoxdur. Yəni bu o demək deyil ki, biz belə deyək, elmlə məşğul olsa, tamamilə ümumiyyətlə inamsız olmalıyıq. Sadəcə dinə olan inamı insanın başqa bir inamla əvəzləməsi onu həqiqətən azad edə bilər. Yəni din insanı azad etmir. Bu bir mənalıdır. Yəni dindarların özləri də razılaşırlar ki, azadlıq insanı pozan, insanı korlayan bir şeydir. Yəni həqiqi azadlıq, təbii ki, azadlıq nədir? Əvvəlcə bu sözə yəqin ki, aydınlıq gətirməliyik ki, qaranlıq qalmasın. Azadlıq dərk olunmuş zərurətdir. Yəni azadlıq odur ki, biz başa düşürük ki, bu etdiyimiz belə deyək, nədəsə hərəkət azadlığına, təfəkkür azadlığına malik olmamız bizim üçün hansı nəticələri yaradır? Yəni bu addımı atdıq, bu qərarı qəbul etdik. Bu bizi nəyə gətirib çıxacaq? Əgər biz bunun məsuliyyətini də, bunun nə ilə nəticələnəcəyini dərk ediriksə, deməli biz azad insanıq. Yəni istəmədiklərimizi etməyə heç kim bizi məcbur eləmirsə, istəmədiklərimizi seçmək məcburiyyətinə qalmırıqsa və başa düşürsə ki, bunu nəyə görə istəmirik, deməli biz azad insanıq. Yəni azadlıq insanın baş verənləri özünə izah edə bilməsidir. Öz məsuliyyətini dərk edə bilməsidir. Və bu mənada din təbii ki, insanı heç bir halda tam şəkildə azadlığı vermir. Əksinə insanı bu azadlıqdan məhrum edir. İnsanı təfəkkür azadlığından məhrum edir, insanı iradə azadlığından məhrum edir. Bəli, dində hər şey iradə ilə müəyyən olunur, amma bu iradənin çərçivəsi yalnız həmin dinin, konkret bir dinin hüdudları ilə məhdudlaşır. Yəni ona görə də din insanı azadlıq vermir, əksinə azadlıqdan məhrum edir və digər tərəfdən isə azad olmaq üçün insanın dindən imtina eləməsi lazım. Yəni nə mənada dindən? Sosial dindən. Yəni insan daxilən özü tək şəkildə hansısa bir dini yaşaması onun üçün o dinin tiryək rolunu oynaması demək deyil. Çünki belə olan halda hansısa bir din xadimi çıxıb ona əmr eləyəndə ki, bu nə inanırsansa bunu eləməlisən, o artıq fərdi şəkildə bunu yaşayır, eləməyə bilər. Amma bu inandırıcı deyil, yəni indiki şərtlərdə bu inandırıcı deyil. Çünki insan hansısa bir dini tək yaşayanda bir məqamdan sonra o artıq müəyyən bir depressiya nöqtəsinə çatır və yaxud da ki, o dinin özü onun üçün mənasızlaşır və o dinin hüdudlarından kənara çıxır. Amma Marksın belə bir cümləsi var. Cəmiyyətdə istənilən tənqid əvvəlcə dinin tənqidindən başlamalıdır. Bunu dinlə əlaqəsi olmayan bir kitabda yazıb, Hegelin hüquq fəlsəfəsinin tənqid əsərinə bu cümlə ilə başlayır. Yəni kitabın ilk cümləsi budur ki, çünki deyir hüquq sistemi də əslində insanlar üçün inanca çevrilir. Yəni insan deyir ki, bu hakim ədalətsiz qərar qəbul edir. Allah onun cəzasını verəcək, Tanrı onu cəzalandıracaq, cəhənnəmə göndərəcək və s. Yəni istənilən tənqid birinci oradan başlamalıdır. Əgər biz o dinin tənqidini verib, yəni ondan arına bilmiriksə, onda hər şeyi yalnız onunla izah eləmək məcburiyyətinə qalacağıq və bu da bizi təbii ki, həqiqi azadlıqdan böyük ölçüdə məhrum olmamıza gətirib çıxaracaq. Və o zaman nəyə inanmaq lazımdır deyə sual yaranırsa, bu sualın da cavabı var. Bu sual odur ki, insan azad təfəkkürə inanmalıdır. Yəni insan inanmalıdır ki, hər bir halda ona hətta desək ki, düşünmə, müti ol. Yəni bunu ona deyə bilərlər, amma heç kim insanın beynində düşüncə prosesinə blok qoya bilməz. Yəni insan belə deyək, azad düşünmək qabiliyyətinə malikdir. Düzdür, bu qabiliyyəti bizdə hər cür məhdudlaşdırmağa çalışırlar. Bizdə deyəndə, yəni dünyada, Azərbaycanın təkcə aid deyil bu. Məsələn, təhsil vasitəsilə, tutaq ki, təhsildə bizi bayaq dediyim kimi hazır cavablarla əzbərçiliyə yönləndirməklə, praktika ilə əlaqəmizi kəsməklə və yaxud da ki, universitet təhsildə elə demək olar ki, eyni şeyə xidmət edir. Yəni heç yerdə fikrini bildirmək insan üçün bir növ xoşagələn hal kimi qəbul olunur və fikrini bildirənləri də müxtəlif formalarda cəza mexanizmlərinə məruz qoyurlar deyə insan artıq belə düşünməyə başlayır ki, yəni bəlkə də elə ümumi çaya girib çayın içi ilə axmaq, axın ilə getmək daha yaxşıdır. Amma insanı həqiqətən azad edən şey və həqiqətən xoşbəxt edən şey insanın azad təfəkkürə inanmasıdır. Çünki insan azad təfəkkürə inananda öz həyatında baş verənləri də özünə izah edə bilər. Və kimsə ondan soruşanda əslində istəsə bunu başqasına da izah edə bilər. Çünki bilir ki, niyə belə edir. Yəni bu cür yaşamasının səbəbi ona məlumdur və bunu ona görə də rahatlıqla başqasına da izah eləmək azadlığı var. Və eyni zamanda düşünmək azadlığı var deyə, yəni azad təfəkkürü həyatının mərkəzinə qoyub deyə, o
belə deyək, hər gün başına gələnlər haqqında düşünür. Yəni hər gün biraz obraz dedim bunu. Yəni başa düşür ki, bu nəyə görə bunu eləyir. Yəni həyatın mənası həyatın özündədir. Sadəcə bu mənanı kör-körənə şəkildə, spontan şəkildə götürüb tətbiq eləmək yox, onu düşünülmüş şəkildə həyatımıza tətbiq eləmək lazımdır. Həyatın mənası, yəni istənilən halda azad təfəkkürə, inanc istənilən halda bizi nə ilə üz-üzə qoyur? Yəni biz özümüzlə mübarizə aparmalıyıq. Yəni həyatın mənası mübarizədədir. Özümüzlə mübarizə aparmaqdadır. Belə deyək, geridə qalmış fikirlərimizlə mübarizə aparmaqdadır. Ətrafımızda bizim inkişafımızın qarşısını alan, bunu həqiqətən biz istədiyi üçün düşündüyünü eləyən valideynlərin düşüncələri ilə bəzən hətta bizi sevdiyini düşünən insanlar da bizim yəni həqiqi inkişafımızın qarşısını almağa çalışır. Çünki onlara görə onlar bizi bununla təhlükədən qoruyurlar. Amma həqiqətən yalnız azad təfəkkür və yəni bu da mübarizə ilə əldə olunur. Yalnız bu formada insanın belə deyək, həmin o ilk başlanğıcını düzgün seçdiyi halda xoşbəxt olmasına gətirib çıxara bilər. Yəni ilk başlanğıc haqqında sual buna görə vacibdir. Biz ilk başlanğıcın nə olduğunu bilməsək, biz kimi sualına cavab verə bilməyəcəyik və biz kimi sualına cavab verməsəksə, o zaman biz necə yaşamalıyıq sualının cavabını verməyəcəyik və nəticədə bayaq yoldaşım dediyi kimi qarışqa kimi yaşayacağıq. Yəni bunun baş verməməsi üçün insanın bunu düşünməsi lazımdır. Və son olaraq fəlsəfənin ilk sualı hər şey nədən başlaması, ateizm haqqında danışdıq və bu danışdıqlarımız, yəni belə deyək, bir növ düşünmək üçün, rəhbərlik düşünmək üçün mövzudur və necə ki, yəni yenə də müəllimlər günü ilə əlaqələndirmə eləyəcəm ki, yəni əslində Yunan mifologiyasında Prometey obrazı var, alovu tanrılardan oğurlayıb insanlara gətirən. Yəni necə ki o Prometey insanları alovla təmin etdi, insanlığa həyat verdi, insanlığın inkişafına nail oldu. Biz də burada yəni əslində bir növ düşünmədiyimiz şeyləri və yaxud da çox sadə görünsə belə diqqətdən qaçırdığımız şeyləri müzakirə etməyə çalışırıq və eyni zamanda həqiqi müəllimlər də əslində qaranlıq səltənətində hər şeyin tamamilə saxtakarlıq üzərində qurulduğu bir mühitdə, təhsil mühitində məhz həqiqi bildikləri düşüncə azadlığını tələbələrə gətirən şəxslərdir. Ümid edirik ki, biz də bu missiyanın belə deyək, bir növ icraçısıyıq, bir növ icraçısıyıq. Və indi isə keçid ala bilərik. Suallarınız varsa sual-cavab hissəsinə. Kimin nə sualı varsa cavablandıra bilərik. Diqqətiniz üçün təşəkkür edirik.